Yekaterinburqda keçən illərdə şəhərdə baş vermiş cinayət hadisələri ilə bağlı bir sıra şəxslər saxlanılıb. Bu haqda Rusiya Daxili İşlər Nazirliyinin Regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Gorelik bildirib. Rusiya Federasiyası İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsinin mətbuat xidmətlərinin birgə xəbərinə görə Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə əməkdaşları, Daxili İşlər Nazirliyinin Regional Baş İdarəsinin əməkdaşları ilə birlikdə Rusiya Milli Qvardiyasının qüvvələrinin dəstəyi ilə keçmiş illərdə törədilmiş cinayət işlərinin bir hissəsi olaraq xüsusi çevik cavab tədbirləri həyata keçiriblər. Ötən illər ərzində Yekaterinburqda baş vermiş bir sıra cinayətləri törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb. Onların yaşayış yerlərində axtarışlar aparılıb. Şübhəlilərin istintaq altında olan və başqa cinayətlərdə iştirakları yoxlanılır. Hüquq mühafizə orqanlarının əməkdaşları istintaqın maraqları naminə indiki mərhələdə daha ətraflı məlumat açıqlamır. Bu, keçən illərin cinayətləri ilə bağlı cinayət işlərinin istintaqı çərçivəsində kompleks tədbirlərin həyata keçirildiyini açıqlayıb. Əlavə edək ki, Rusiyanın Yekaterinburq şəhərində hüquq mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib. 2 nəfər öldürülüb. 2 qardaşım işgəncə ilə öldürülüb. 3-cü qardaşım o cəllatların əlindədir. Onların hazırda qaçırdıqları qardaşım ziyalıdır. Uzun müddət Azərbaycanda rus dili müəllimi olaraq çalışıb. Bu sözləri Qlobal Info dünən Rusiyada Omanın baskını vaxtı 2 qardaşı qətlə yetirilən ədəbiyyatçı Seyfəddin Hüseyni deyib. O deyib ki, bu haqda xüsusi qərəz var. Qardaşlarım mədəni insanlardır. Hər kəs onlar haqqında yüksək fikirdədirlər. Bu şəxsi məsələ deyil. Qardaşlarım Azərbaycanın layiqli övladları idi. Orada da diasporamızın çox qeyrətli üzvləri idi. Bunlar gözdağı vermək üçün edilir. Rusiya tərəfi hadisəni kriminal əməllə pərdələməyə çalışır. Güya 25 il öncə olmuş hadisəyə görə bunu ediblər. Bu isə hər zaman olduğu kimi onların iyrənc sifətini ortaya qoyur. Hüseynli bildirib ki, Rusiya işgəncə faktını danır. Şahidlər deyirlər ki, qardaşlarım işgəncə ilə öldürülüblər. Soydaşlarımız əsir kimi saxlanılır. Açığı rəsmi səviyyədə mövqe gözləyirəm. Düzdür, orada konsulluq nümayəndəmiz fəaliyyət göstərir. Məsələ ilə ciddi şəkildə maraqlanıblar. Ancaq daha fəal mövqe istəyirəm ki, digər insanlarımıza da dəstək olunsun. Nə qədər Azərbaycanlıları orada əsir kimi saxlayırlar. Bir çoxları xəstəxanadadır. Ədəbiyyatçı qardaşlarının ailə üzvlərinə də işgəncə verildiyini əlavə edib. Evə basqın edib, oraları dağıdıblar. Ailə üzvlərini, qadınları döyüblər, telefonları əllərindən alıblar, pul tələb ediblər. Bunlar deyirlər, 25 il əvvəlki hadisəyə görə basqın ediblər. Halbuki döydükləri cavan uşaqların çoxu dedikləri vaxt dünyaya gəlməmişdi. Onları da döyüblər, işgəncə veriblər. Bir qismini sonradan buraxıblar, bir qismi isə onların əlindədir. Əlavə edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Azərbaycanlıların evinə basqın edib. Hadisə zamanı tanınmış jurnalist ədəbiyyatçı Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb.